Hoş gördük hər birinizi. Bu videoda sizə sertifikasiyada istifadə edilmiş belə bir test nümunəsini izah edəcəyim. Doğru fikirləri seçməyimizi istəyir. Baxırıq. Bangladeş və İndoneziya əraziləri 8-ci saat qurşağının orta meridianı ilə kəsişir. Bangladeş ilə İndoneziya eyni uzunluqda yerləşmir. Eyni uzunluqda yerləşmədiyi üçün də təbii ki, kəsişə bilməz və 8-ci saat qurşağının orta meridianı 8-i 15-ə vurarıq. Bu da elə 120 şərq uzunluğu. 120 şərq uzunluğu İndoneziyanı kəssə də Bangladeşi kəsməyəcək. Növbəti sual baxaq. Günəşin zenitdə olduğu bütün ərazilərdə düz radiasiyanın kəmiyyəti böyükdür. Günəşin zenitdə olduğu bütün ərazilərdə düz radiasiyanın kəmiyyəti böyükdür ifadəsi yanlış ifadədir. Çünki rütubətli tropik var və yaxud da ki ekvatorial ərazilər var. Ekvatorial ərazilərdə bilirsiniz ki səpələnmə radiasiya üstündür. Ona görə səhvdir. Yerin xəyali oxu ətrafında hərəkəti sutkalıq temperatur amplitudunun formalaşmasına təsir edir. Bəli, gecə və gündüzün yaranmasına səbəb olur. Bu da sutkalıq temperatur amplituduna səbəb olur. Gecə və gündüzün adının öbrəşməsinin pozulduğu bütün coğrafi enişlərdə günorta vaxtı şaqil cisimlərin kölgəsinin uzunluğu heç vaxt özünə bərabər olmur. Şaqil cismin kölgəsinin özünə bərabər olması üçün günəş olan düşmə bucağı 45 dərəcə olmalıdır. Və bilirik ki, 66.5 şimal enliyinə günəş şüaları maksimum 47 dərəcə bucaq altında düşürsə, deməli, burada bir 45 dərəcə, yəni 68.5 şimal enliyinə 45 dərəcə bucaq altında düşə bilər. Bu yanlış ifadədir. 22 iyunda Londonda gündüzün uzunluğu Ankara'ya nisbətən daha uzundur. Aydın məsələdir ki, 22 iyun tarixində şimal qütbünə yaxın olan ərazilərdə gündüzün uzunluğu daha çox olmalıdır. London daha şimalda yerləşdiyinə görə bu doğrudur. Yer kürəsində xəyali oxu ətrafında fırlanma sürəti 1281 km saat olan paralel çevrəsi, yəni bu 40-cı paraleldir. 1281 bölürük 15-ə eləyir 85.4. Bilirik ki, 40-cı paraleldir. Və bu paralellə kəsişən düzənlik ərazilərdə günəş şüalarının günorta vaxtı minimum düşmə bucağı 35-dən çox ola bilməz. Təbii ki, bilirsiniz ki, 40-cı paraleldə günəş şüalarının minimum düşmə bucağı 26.5 dərəcədir. Yəni 35-dən kiçik ola bilməz. Bu ifadə də doğru ifadədir. Sualımızın doğru cavabı 3, 5 və 6 olacaq. Gördüyünüz kimi sual yetərincə yəni üzərində çalışılmış bir sualdır. Rahat bir sual deyil və yəni kimlər ki deyir coğrafiya fənni